Xaldenk açsın baxaq. Bu uşaqlardır, kömək ehtiyacları var, neçə gündə acdılar. Salam aleykum. Dostlarım, hal-hazırda Kürdaxandayam. Çox dərindədir bu ev. Vəziyyət, şu adamsın. Salam xanım. Hər vaxtınız xeyir. Adınız nə oldu? Lamiyə. Sizdə 5 uşaqdır. Bəli, bəli. Sən nə yemisən bugün? Qardaşlarınla nə yemisiniz? Bugün yumurta. Deyir ki, pulu gətirin də. Dükan nə deyir? Pulu gətirin. Heç nə vermir bizə. Haralsınız? Mən özüm tərtəliyəm, prosto Astariyyə ilə gedirəm. Astariyyə? Bəli. Kabab istəyirəm, mən dönər istəyirəm. Qardaşıma da yemək pulu istəyirəm. Qardaşıma yemək pulu alın. Neçə gündə yemək yemişsiniz? Hə. 7 gün yemirdik yemək. Evdə olanın budur elə? Bundan başqa yemək yoxdur. Bu videolar serial kimi çəkilmir. Nə də yəni kimsə baxıb altından qınaq vurulsun deyə çəkilmir. Burada sizin 5-10 manatınıza görə çəkilir. İnsanlara kömək eləyəsiniz deyə. Gedib pozğunlara kömək eləməkdənsə 5 dənə uşaqdır, kömək eləyin. Onsuz da sizin sözünüzlə bu uşaqlar yaranmayıb ki, sizin sözünüzlə də bu uşaqlar yox ola. Xeyrə danışın danışanda da. Bir dənə kosmetikaya 1000 manat verirsiniz. Bir dənə dodağı iğniyə nə bilim 200 manat verirsiniz. Bir dənə kifriyə nə bilim 100 manat verirsiniz. Amma 5 dənə uşağa ərzaq verəndə nə çox doğursan, nə çox uşağın var. Haqsızsınız, ədalətsiz danışırsınız. Ona görə olmaz. Nə var, nə yox? Sağ ol, Allah. Zavur sən adın? Allah köməyin olsun, bunlara nisiyə mal vermişsən. Bu uşaqlara, Zar qardaşım, nə vaxt gəlsələr, nisiyə ver. Mən bağlayacağam. Nə bunların borcuna baxdı? Nə qədər elədi? 1900 manat. 1900 manat sən nisiyə vermişsən, hə? Sən halaldır, Allah'a. Mən indi qardaşım, gücüm çatır bunun 500 manatını bağlamağa. 500 manat qardaşım, üstündən xət çək. 500 manat bu ailənin Zaur Marketə borcu qaldı. 500 manat da sizin boynunuza. Gəlin uşaqlar, gəlin, gəlin. Gəl sən bir həftəlik ərzağın. Bax, 4 kilo ətdir bu. Qurban kəsilir. 500 manat borcundan bağladım. Onlar da indi göndərərlər 5 manat, 10 manat, 500 manat da bağlayarıq. Var. Allah ürəyində nə arzum var, hamısını yerinə yetirsin.